Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün istədim sizlər üçün mövsümün ən dadlı yeməyi olan ətli nar qovurma hazırlayım. Önlüyümü taxıb işə başladım. Əvvəlcə qazanın içərisinə doğranmış dana əti tökürəm. Siz qoyun əti ilə də əvəz edə bilərsiniz. Daha sonra üzərinə örtəcək qədər su əlavə edib qazanı ocağın üzərinə qoyuram. Daha sonra 1 ədəd soğanı doğrayıram. Ət qaynağa düşəndə üzərinə gələn kəfi tamamilə yığılır. Qazanın içərisinə doğradığım soğanı, eləcə də biraz duz əlavə edib qazanın qapağını örtürəm və ət tamamilə bişənə qədər qaynadıram. Kənarda 5 ədəd soğanı, qabığını soyuram, daha sonra isə halqa doğrayıram. Doğradığım soğanları tavanın içərisinə tökürəm. Üzərinə biraz duz əlavə edib tavanın qapağını örtürəm və vam odda soğanın suyu çəkilənə qədər bişirirəm. Ara sıra qarışdırıram. Soğanın suyu tam çəkildikdən sonra içərisinə yağ əlavə edirəm. Ara sıra qarışdıraraq qızılı rəng alana qədər qovururam. Ət tam bişdikdən sonra ətləri qovurulmuş soğanın üzərinə tökürəm. Bulyonun içərisindən əti çıxarıram. Və beləcə əti soğanla biraz qovururam. Ərzaqların üzərinə nar dənələri tökürəm. Mən 2 ədəd orta boy nardan istifadə etdim. Nar nə turş, nə də şirin olmalıdır. Yəni turşa şirin nardan istifadə olunur. Daha sonra üzərinə ətin bulyonunu tökürəm. Süzürəm ki, içərisindəki soğanlar tökülməsin. Tavanın qapağını örtürəm. Vam odda 5-10 dəqiqə bişirirəm. Nar qovurmanı pulovla, makaronla, vermişi ilə də süfrəyə verə bilərsiniz. Əziz xanımlar, artıq mənim nar qovurmam hazırdır. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.